manata. Mən bunu gedim hardan Qubadan bura gətirənə qədər bunun yarın qiymətindən çoxucu mənim benzinə pulum çıxacaq. Deyir benzinim deyir maşınım deyir 10 manatdır. Minirsən minmə. Bunu kəsməyin ha. Bu verilişi kəsməyin. Bu verilişi beləcə də buraxın. Kim mana ağarır qarsın. Bu hökumətdir bu. Benzin özümüzdən çıxır, qaz özümüzdən çıxır, hər şey özümüzdən çıxır. Bizi niyə bugünə qoyur? Bizə nə verir? Mən yetimə baxıram. Mən 5 yetim mən saxlaya bilməyəcəm. Hökumət buna bir çarə qılsın, hökumət buna belə çarə qılır hökumət adama. Bir eləyir. Yıxıl öl deyir dana. Prezidenti seçdik ki, bizim güzaranımızı yaxşılaşdırsın. Bizi yaxşı günlərə çıxarsın. Qaz özümüzün, işıq özümüzün, hər şey neft özümüzün də özümüzdən çıxır da qurban olub. Biz onu seçmədik ki, bizi gətirsin bugünə qoysun, acından ölək. Deyir aynen ama bir şey al gedirsən hər şey bahalaşıbdır. Cibimdə pulum yoxdur, mən nağarmalıyam. Mən gəlib onda əraqçım dilənim, polis tutub məni salacaq da ma. Deşik ya bura. Rayonlardan mal gətirmişik ki, 5 manat çörək qazanaq. Evdə yetimlərimiz var, aparaq yetimlərə yedizdirək. Da deməmişik ki, benzin qalsın, gəlmişəm Yevlaxdan bura, getməyə pulum yoxdur gedəm. Bu benzini nəyə görə qaldırdılar? Niyə ki? Bu vəziyyətlə də, bu qara əllərimlə də çörək qazanıram. Səhərdən çörək yeməmişəm. Pulum yoxdur ki, gedəm çörək alam. Gedim dilənim.